Aristotelin metafizikası. Gəlin etiraf edək, təkcə adı belə biraz çəkindirici səslənir. Elə bil fəlsəfənin ən dərin, ən anlaşılmaz dəhlizlərinə giririk. Amma əslində bu reallığın özünün nə olduğu, varlığın necə qurulduğu haqqında heyrətamiz bir araşdırmadır. Və bugün biz bu möhtəşəm əsərin qapısını aralayıb, onun sirlərini birlikdə anlamağa çalışacağıq. Yaxşı, gəlin elə adından başlayaq. Metafizika. Bu söz ilk baxışdan çox dərin və mürəkkəb bir məna daşıyırmış kimi görünsə də, yaranma hekayəsi əslində təəccüblü dərəcədə sadə və biraz da təsadüfidir. Bu adı Aristotel özü seçməyib, qətiyyən. Bəli, tam olaraq belə. Təsəvvür eləyin, bir kitabxanaçı Aristotelin əlyazmalarını səliqəyə salır. Təbiət elmləri, yəni fizika haqqında olan kitabları bir rəfə yığır. Sonra da varlığın ilk prinsipləri haqqında olan bu yazıları götürüb, sadəcə olaraq fizika kitablarından sonraki rəfə qoyur. Vəssalam, fizikadan sonra gələnlər. Bütün bir fəlsəfi cəryanın adı, bax beləcə, sadə bir kitabxana səliqəsindən yaranır. Aristoteli anlamaq üçün biz əvvəlcə səhnəni hazırlamalıyıq. Onun kimə qarşı, hansı nəhəng fikrə qarşı çıxdığını anlamalıyıq. Söhbət əlbəttə ki, onun dahi müəllimi Platondan və reallıq haqqında bütün qərb fəlsəfəsinə təsir edən nəzəriyyəsindən gedir. Platon üçün bizim bu hisslərimizlə qavradığımız dünya, bilirsiniz, bir növ kölgə teatrı idi. Gördüyümüz hər bir stol, hər bir ağac əslində əbədi və mükəmməl olan stol ideyasının və ya ağac ideyasının sadəcə qeyri-kamil bir kölgəsi, bir surəti idi. Həqiqi reallıq o burada deyildi. O, hisslərimizin çata bilmədiyi, ancaq zəka ilə dərk edilən o ideyalar aləmində idi. Və bax, tam bu məqamda səhnəyə Platonun ən istedadlı, ən parlaq tələbəsi Aristotel çıxır. O, müəlliminin bu möhtəşəm sisteminə baxır və deyir, "Bir dəqiqə, hörmətli müəllimim, bəs bu gördüyümüz, toxunduğumuz dünya, bütün bu hərəkət, bu dəyişiklik, bu canlılıq, bunlar sadəcə bir ilğam ola bilməz axı." Aristotel reallığa tamamilə fərqli bir pəncərədən baxmağı təklif edir. Bax, bu müqayisə bəlkə də bütün qərb fəlsəfəsinin ən fundamental, ən kəskin yol ayrıcısıdır. Biri reallığı göylərdə mücərrəd bir aləmdə axtarırdısa, Aristotel onu möhkəm-möhkəm yerə endirdi. Onun üçün həqiqəti anlamaq üçün başqa bir dünyaya qaçmağa ehtiyac yox idi. Həqiqət elə gözümüzün önündə, toxuna bildiyimiz, hiss etdiyimiz hər bir konkret şeyin özündə idi. Aristotelin arqumentləri çox kəskin və məntiqli idi. O sanki soruşurdu, yaxşı, əgər bu ideal formalar mükəmməl və dəyişməzdirsə, o zaman bizim bu qarışıq, daim dəyişən dünyamızı necə izah edə bilər? Hərəkət haradan gəlir? Bu nəzəriyyə əslində dünyanı izah etmək yerinə hər şeyi 2 qat artıraraq daha da qəlizləşdirir. Aristotel üçün bu yanaşma praktik deyildi. Deməli, Platonun o möhtəşəm nəzəriyyə binasını tənqidlərlə demək olar ki, sökdükdən sonra Aristotel boşluqda qala bilməzdi. O, onun yerinə öz sistemini, öz varlıq təlimini, yəni ontologiyasını qurmalıydı. Məqsədi isə reallığı elə burada, bizim dünyamızda izah edən bir sistem yaratmaq idi. Və bu sistemin təməldaşı tək bir sözdür, substansiya. Bəs substansiya nə deməkdir? Çox sadə. Bu, hər hansı bir ümumi insanlıq ideyası deyil, bax məhz sən, mən. Bu, ümumi atlıq anlayışı deyil, düz o çəmənlikdə otlayan konkret atdır. Aristotelə görə reallığın əsl təməli məhz bu tək, fərdi, müstəqil varlıqlardır. Hər şey onların üzərində qurulub. Yaxşı, bəs hər bir substansiya, yəni hər bir konkret şey nədən ibarətdir? Aristotel deyir ki, hər bir şey 2 ayrılmaz prinsipdən yaranıb. Materiya və forma. Materiya bir şeyin potensialıdır, onun nə ola biləcəyidir. Məsələn, bir parça mərmər. Forma isə həmin potensialı reallığa çevirən şeydir, onun nə olduğudur. Yəni, həmin mərmərdən yonulmuş heykəl. Bu nümunə hər şeyi tam aydınlaşdırır. Bir parça tunc götürək. Bu, materiyadır. Bu tunc hər şeyə çevrilə bilər. Heykəl, qılınc, qab. Bu, onun potensialıdır. Amma biz onu əridib kürə şəklinə salan kimi, ona konkret bir forma verən kimi, o, artıq konkret bir reallığa çevrilir. Tunc, materiya, kürə olması isə formadır. Aristotelə görə real dünyada bu ikisi həmişə bir yerdədir. Substansiyanın nə olduğunu anladıq, amma Aristotel üçün bu hələ başlanğıcdır.
Bir şeyi həqiqətən dərindən bilmək üçün biz onun niyəsini, yəni səbəblərini anlamalıyıq və bunun üçün o bizə öz məşhur 4 səbəb analizini təqdim edir. Bunu belə düşünün, bu Aristotelin bizə verdiyi bir analiz dəstidir. Hər hansı bir şeyi, istənilən hadisəni tam anlamaq istəyirsinizsə, sadəcə bu 4 sualı verməlisiniz. Gəlin bir ev nümunəsinə baxaq. Birinci, maddi səbəb, yəni bu ev nədən hazırlanıb? Aydındır, kərpic, taxta. İkinci, formal səbəb, onun planı, cizgisi nədir? Memarın beynindəki o ideya. Üçüncü, təsir edən səbəb, onu kim tikib? Əlbəttə, fəhlələr, onların hərəkəti. Və nəhayət, dördüncü və bəlkə də ən vacibi, məqsəd səbəbi. Bu ev niyə var? Məqsədi nədir? Bir ailə üçün isti bir yuva olmaq. Bax, bu dördü bir yerdə olanda biz o evi həqiqətən anlamış oluruq. Və baxın, bütün bu məntiqli sistem, substansiya, materiya, forma, 4 səbəb, bütün bunlar Aristoteli qaçılmaz olaraq kainatın ən dərin, ən böyük sualının qarşısında qoyur. Bütün bunlar necə başladı? Bu, domino daşlarına bənzəyir. Hər bir daş özündən əvvəlkinin təsiri ilə aşır. Yaxşı, bəs ən birinci daşı kim və ya nə itələdi? Bu səbəb-nəticə zənciri sonsuza qədər geriyə gedə bilərmi? Aristotelin məntiqi buna qətiyyətlə yox deyirdi. Sonsuzluq bir cavab deyil. Məntiq bunu tələb edir. Bu zəncirin bir başlanğıcı olmalıdır. Hər şeyi hərəkətə gətirən, amma özü heç nə tərəfindən hərəkətə gətirilməyən bir ilkin mənbə olmalıdır. Əks halda, sadəcə olaraq heç bir şey heç vaxt başlamazdı. Və Aristotel bu qaçılmaz məntiqi nəticəni adlandırdı, ilk təkanverici və ya hərəkətsiz hərəkət verici. Təsəvvür edin, o bütün kainatdakı hərəkətin səbəbidir, amma özü tamamilə hərəkətsiz, dəyişməz və əbədidir. Yaxşı, bəs bu varlıq necə bir şeydir? Birincisi o, xalis reallıqdır. Yəni onun dəyişmək üçün heç bir potensialı yoxdur. İkincisi o, xalis formadır. Yəni heç bir fiziki materiyası yoxdur. Məkan və zamandan kənardadır və bütün varlıqların can atdığı son məqsəddir. Və bəli, Aristotel bu məntiqi zirvəni Tanrı adlandırırdı. Amma gəlin burada çox diqqətli olaq. Bu varlığın yeganə fəaliyyəti nə ola bilər? Ən mükəmməl fəaliyyət düşünməkdir. Bəs ən mükəmməl varlıq nə haqqında düşünə bilər? Əlbəttə ki, yeganə mükəmməl şey haqqında, yəni özü haqqında. Buradan da o heyrətamiz ifadə yaranır. Təfəkkür haqqında düşünən təfəkkür. Və baxın, bu bəlkə də bütün bu söhbətin ən vacib nöqtəsidir. Aristotelin tanrısı bizim bildiyimiz kimi dünyaya müdaxilə edən, duaları eşidən bir dini varlıq deyil. Qətiyyən. O sadəcə olaraq kainatın məntiqli, anlaşılan bir sistem olması üçün zəruri olan soyuq fəlsəfi bir prinsipdir. Yaxşı, bütün bunları danışdıq. 2000 il əvvəl yaşamış bir filosofun bu mürəkkəb ideyalarının bugün bizim üçün nə əhəmiyyəti var? Niyə vaxt ayırıb bunu anlamalıyıq? Aristotel reallığı anlamaq üçün bizə göylərə baxmağı yox, ayağımızın altına, ətrafımızdakı dünyaya baxmağı öyrətdi. Müşahidə et, analiz et, səbəbləri axtar. Onun bizə qoyduğu ən böyük irs, bəlkə də kainatın anlaşılan bir yer olduğuna dair inamdı. Onun o məntiqi ilk səbəb axtarışı, bu əslində insanın özünün məna axtarışının ən möhtəşəm təzahürlərindən biri deyilmi? Və bu axtarış heç şübhəsiz bugün də davam edir.